Bir sıra bölgələrdə, o cümlədən də Mərkəzi Aran rayonlarında taxıl biçininə yenicə başlansa da, yağıntılı hava şəraiti səbəbindən bu proses müvəqqəti olaraq dayanıb. Fermer Əbülfəz Vəlipur deyir ki, yağıntılar bir neçə gün davam etsə, taxılın məhsuldarlığı da aşağı düşə bilər. Xüsusilə arpanın itkiyə getmə ehtimalı çoxdur. Hal-hazırda belə deyək, bir təsərrüfatçı sahibkar məhsulunu belə deyək 70 sentner də məsələn gözləyirsə, onun məhsulu olur 50 sentner və yaxud 30 sentner. Çünki yağış yağdığı halda arpa yəni dənli bitkidir. Yəni tökülür. Belə deyək itkiyə gedir. Fermer bildirir ki, yağıntılı hava şəraiti uzun müddət davam etsə, taxılda müxtəlif xəstəliklər də yarana bilər. Yəni belə yağıntılar davam eləyərsə, taxılda bəzi xəstəliklər, sürmə xəstəlikləri deyirlər, əmələ gəlməsinə, yenə dedim, məhsulun aşağı düşməsinə. Məsələn, belə deyək, əgər yağışlar bərk yağarsa, dolu xarakterli olarsa, məhsulların demək olar ki, zay vəziyyətə gəlməsinə, yəni sıfır nəticə almaq demək ehtimalla gəlir. Əbülfəz Vəlipur bildirir ki, hava şəraiti normallaşan kimi bütün fermerlər taxılı daha tez biçməyə çalışmalıdırlar. Çünki taxıl vaxtında biçilsə, itkiyə getməz. Elmir Həsənov, Elçin Baxşalzadə, Şaban Cəfərov, Yevlax.